Gürcüstan milli futbol komandası 4 aylıq fasilədən sonra ilk maçını keçirəcək. Oyun önəmlidir. Komandamız Millətlər Liqasının B divizionunda qalmaq üçün Ermənistana qarşı mübarizə aparacaq. Qarşılaşma 2 oyundan ibarət olacaq. Bugünkü qarşılaşma Yerevanda saat 21:00-da başlayacaq. Təkrar maç isə Tbilisidə Boris Payçadze adına stadionda martın 23-də keçiriləcək. Hər iki oyunun birbaşa reportajını Gürcüstanın 1-ci kanalı sizlərə təqdim edəcək. Gürcüstanın əsas xarici siyasət prioritetlərindən biri Amerika ilə strateji tərəfdaşlığı təmiz səhifədən bərpa etməkdir. Bu barədə Gürcüstanın baş naziri İctimai Yayımçının efirində deyib. Amerika Birləşmiş Ştatları Gürcüstan münasibətləri ilə bağlı İrakli Kobaxidze günün mövzusu verilişində danışıb. Hökumət başçısının bəyanatına əsasən bu baxımdan Amerika Birləşmiş Ştatlarının səfiri ilə Gürcüstanın Xarici İşlər Naziri arasında baş tutmuş görüş mühüm olub. Görüşdə hər iki tərəf münasibətlərin əsaslı və keyfiyyətcə yenidən başlamasında maraqlı olduğunu bildirib. Baş nazir qeyd edib ki, Amerika Birləşmiş Ştatlarının səfiri ilə görüş Xarici İşlər Nazirinin təşəbbüsü olub və o tezliklə baş tutub. İrakli Kobaxidze Amerikaya səfir təyin edilməsi ilə bağlı da danışıb və bildirib ki, namizəd seçilib, proses başlayıb və ətraflı məlumat daha sonra ictimaiyyətə açıqlanacaq. Gürcüstanın baş naziri fondların hesablarına həbs qoyulması məsələsindən də danışıb və bildirib ki, qeyri-hökumət təşkilatları kimi onların fəaliyyəti də şəffaf deyildi. İrakli Kobaxidzenin bəyanatına əsasən konkret fondun fəaliyyətində cinayət əlamətlərinin olub-olmadığını müəyyən etmək istintaqın səlahiyyətindədir. O, prokurorluğun təfərrüatlı məlumat çıxara biləcəyini və bundan sonra ictimaiyyətin konkret vəsaitlərin əslində nəyə xərcləndiyini görəcəyini deyib. Xatırladaq ki, 5 fonda həbs qoyulub. Nanukanın fondu, Nika Gilaurinin Prosperity Georgia fondu, Bir-birimiz üçün fondu, Utanc və Tbilisi İnsan Hüquqları evinin bank hesablarına, prokurorluq qərarın verilməsinə səbəb kimi sabotaj, xarici təşkilat və ya xarici nəzarəti altında olan təşkilat üçün düşmənçilik fəaliyyətinə kömək etmə faktları üzrə aparılan istintaqı göstərir. Tbilisi İnsan Hüquqları evi və üzv təşkilatların nümayəndələri bank hesablarına həbs qoyulmasını ölkədə hüquq müdafiə fəaliyyətlərini məhdudlaşdırmaq cəhdi kimi qiymətləndirirlər. Təşkilatın sədri prokurorluq tərəfindən aparılan istintaq və həbs qərarı ilə bağlı verilmiş hökmün əsassız və qanunsuz olduğunu qeyd edib. Tbilisi İnsan Hüquqları evinin məlumatına əsasən onlar iyanələrin toplanmasına, xarici təsirin şəffaflığı qanununun təşəbbüsünün irəli sürülməsindən sonra etiraz aksiyaları zamanı inzibati qaydada cərimələnmiş şəxslər üçün başlayıblar. Fondlara həbs qoyulması məsələsi siyasi spektrdə qiymətləndirmələrin mövzusudur. Hakimiyyətin rəqibləri hesab edirlər ki, sözügedən fondlara Gürcü arzusunun göstərişi ilə həbs qoyulub və hakim komanda repressiv yolla hakimiyyəti qorumağa çalışır. Gürcü arzusu isə hesab edir ki, fondlara həbs qoyulması üçün əsas var və yaxın zamanda bu işlə bağlı daha çox məlumat məlum olacaq. Gürcü parlament nümayəndə heyəti Rumuniyaya 2 günlük işgüzar səfərini başa çatdırır. Gürcüstan parlamentinin Xarici İşlər və Avropa ilə münasibətlər komitələrinin sədrləri Nikas Samxaradze və Levan Maxaşvili bu gün Senatın Xarici Əlaqələr Komitəsinin sədri və onun üzvləri ilə artıq görüşüblər. Tərəflər iki tərəfli münasibətləri gücləndirmək istəyini ifadə ediblər. Müxalifət nəyə hazırlaşır və 2025-ci ilin özünü idarə etmə seçkilərində iştirakla bağlı sonda nə qərar qəbul edəcəklər? Məsələ ilə bağlı müxtəlif mövqelər var. Müxalifət partiyalarının bir hissəsi oktyabrın 4-də keçiriləcək seçkilərdə iştirak etməyəcəyini və gündəmlərində olan yeganə seçkilərin yeni parlament seçkiləri olduğunu deyir. Hakim partiyada düşünürlər ki, müxalifətin şansı sıfırdır və özünü idarə etmə seçkilərində məhz özlərinin qalib gələcəklərinə əmindirlər. Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası 2024-cü ilin parlament seçkilərində səsvermənin məxfiliyinin kütləvi şəkildə pozulması ilə əlaqədar İnsan Hüquqları Məhkəməsinə müraciət edib. Nona Kurdovanidzenin bəyanatına əsasən sözügedən məhkəmə iddiası Strasburq məhkəməsi tərəfindən artıq qeydiyyatdan keçirilib. Onlar bildirirlər ki, seçkilər zamanı səsvermənin gizliliyi hüququ pozulub.
Qeyri-hökumət təşkilatlarının nümayəndələri brifinq keçiriblər. Onların bəyanatına əsasən martın 27-sində Amerika Birləşmiş Ştatlarının Senatının Xarici Əlaqələr Komitəsində Meqobari Akt müzakirə olunmalıdır və bundan əvvəl isə martın 22-sində Tbilisidə dəstək yürüyüşü keçirməyi planlaşdırırlar. Yürüyüş Marcanişvili meydanından Rustavel istiqamətində təşkil olunacaq. Onlar bildiriblər ki, bu gün ən vacib məsələ dünyaya Gürcüstanın Avropanı seçdiyini göstərməkdir. Bunlar Avropa üçün həlledici günlər və Avropa Şurasının iclası üçün dolu gündəlikdir. Bu haqda Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Brüsseldə Avropa İttifaqının 2 günlük sammiti başlamazdan əvvəl bildirib. Bugün Brüsseldə başlayacaq sammitdə Avropanın silahlanmasının planı və həmçinin Ukraynanın hərbi yardımı müzakirə ediləcək. Görüşdə həmçinin miqrasiya və yaxın şərqdəki cari hadisələr müzakirə olunacaq. Nikol Paşinyan İlham Əliyevə sülh sazişinin imzalanması üçün məsləhətləşmələrə başlamağı təklif edir. Ermənistan hökumətinin başçısı Facebook sosial şəbəkəsində qısa bəyanat dərc edib. Ermənistan-Azərbaycan sülh müqaviləsinin layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir. Mən Azərbaycan prezidenti İlham Əliyevə razılaşdırılmış sülh müqaviləsinin imzalanması ilə bağlı bircə məsləhətləşmələrə başlamağı təklif edirəm, deyə Ermənistanın baş naziri yazır. Xatırladaq ki, dünən Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrini Azərbaycan mövqeləri istiqamətində atəş açmaqda ittiham edib. Ermənistanın Müdafiə Nazirliyi məlumatı təkzib edib. Enerji layihələrinin dəstəklənməsi sxemi çərçivəsində İqtisadiyyat Nazirliyinə 435 müraciət daxil olub. Ümumilikdə ümumi quraşdırılmış güc 11.170 meqavatdır. Təqdim olunan müraciətlərdən 61-i külək, 133-ü su və 241-i günəş elektrik stansiyaları layihələridir. İqtisadiyyat Nazirliyinin məlumatına əsasən elektrik enerjisi sektoru üzrə beynəlxalq və yerli investorların marağı artmaqdadır. Enerji layihələrinin inkişafı ilə bağlı müraciətlərin təqdim edilməsi 2025-ci ilin fevralın 28-də başa çatıb. Hazırda Nazirliyin müvafiq departamentində daxil olan təkliflərin müzakirəsi və işlənməsi davam edir. Tbilisidə Novruz bayramı təntənə ilə qeyd olundu. Novruz bayramına həsr olunmuş tədbir Gürcüstanın Azərbaycanlı icmasının nümayəndələrinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutdu. Ulu babalarımızdan, əcdadlarımızdan bizə qalan bu bayram əlbəttə ki, miras bayramıdır. Biz bu bayramı xüsusi olaraq böyük təntənə ilə qeyd edirik. Həm Azərbaycanda dövlət səviyyəsində Novruz bayramı bütün regionlarda, şəhərlərdə böyük bir izdihamla qeyd olunur. Bəs təqdirə layiq və sevindirici haldır ki, Gürcüstanda da bu böyük bir təntənə, coşqu hissi ilə qeyd olunur. Burada əlbəttə ki, xüsusi rola malik bizim 100 minlərlə soydaşlarımızın yaşamasıdır. Və Gürcüstan dövləti də burada yaşayan Azərbaycanlılarının milli mənəvi dəyərlərinə, tarixinə xüsusi önəm verirlər və Gürcüstan dövlət rəsmiləri, bütün region rəhbərləri bizim birgə Azərbaycanlılarla bu gözəl Novruz bayramını təntənəli şəkildə qeyd edirlər. Əlbəttə ki, fürsətdən istifadə edib sizin kanal vasitəsilə qarşıdan gələn Novruz bayramı münasibəti ilə bizim dost qardaş Gürcüstan xalqını və Gürcüstanda yaşayan 100 minlərlə dəyərli Azərbaycanlılarımızı təbrik etmək istərdim. Bütövlükdə Gürcüstan xalqına, bizim dəyərli soydaşlarımıza əminamanlıq, firavanlıq, möhkəm can sağlığı və sülh arzu etmək istərdim. Bayramımız mübarək olsun. Bugün Tiflisin mərkəzində Gürcüstanın Azərbaycanlı icması ilə bir yerdə Novruz bayramını qeyd elədik. Düşünürəm ki, Novruz bizim milli bayramımızdır və bu milli bayram məhz bizi bir araya toplayan bir bayramdır və bu günü bir ənənə olaraq biz demək olar ki, hər il keçiririk və çox sevindirici haldır ki, bu gündə Tiflisdə Gürcüstanın bütün bölgələrində yaşayan Azərbaycanlılar toplandıq və bizim Gürcü dostlarımız bizimlə bərabər idi və biz birlikdə Novruz bayramını qeyd elədik. Tədbirdə rəsmi şəxslər və icma nümayəndələri çıxış edərək qonaqları təbrik etdilər. Novruzun dostluq, birlik və yenilənmə rəmzi olduğunu vurğuladılar. İlk növbədə Azərbaycanlı həmvətənlərimizi Novruz bayramı münasibəti ilə təbrik edirəm. Biz Gürcülər üçün Azərbaycanlı vətəndaşlarımızın inteqrasiyası, onların Gürcüstanda həyat şəraitinin yaxşılaşdırılması və Gürcüstan dövlətinin öz vətəndaşlarına təqdim etdiyi bütün imkanlardan yararlanmaları xüsusilə də vacibdir. Bunun üçün hamımız
xüsusilə xalq müdafiəsi aparatı olaraq bütün qurumlarla koordinasiyalı şəkildə çalışaraq Azərbaycanlı Gürcüstan vətəndaşlarına ölkəmizdə mövcud olan bütün xidmətlərin və məlumatların əlçatan olmasını təmin etmək üçün əlimizdən gələni edirik. Bir daha hər kəsi bu yenilənmə və sevinç bayramı münasibəti ilə təbrik edir və onlara rifah, əmin-amanlıq arzulayıram. Bugün Novruz bayramıdır. Xalqımızın milli, keçmişdən qalan adət-ənənəsidir. Müqəddəs bir bayramdır. Novruz bayramı yaz bayramıdır. Yazın gəlişindən hər şeyin üzə çıxmağı, göyərməyi, gül çiçək açmağı sevimli bir bayramdır. Şadlıq, nətər deyim, qaynayıb coşan suların coşqun vaxtı gözəl bir bayramdır. Gürcü Azərbaycan xalqı bayramında bir, gen günündə bir, dar günündə bir, həmişə bir olur. Allah'tan arzum budur, bu dostluq möhkəm olsun, həmişə bayram olsun, dostluğumuz bayram olsun. Deyir bayram bayramın olsun, eller heyranın olsun, düşmənin kör olsun, canım qurbanın olsun. Tədbir çərçivəsində milli musiqi və rəqs nömrələri, həmçinin Biz Uşaq Teatrının kiçik aktyorları tərəfindən Novruzla bağlı xüsusi tamaşa nümayiş olundu. Gecənin sonunda isə Novruzun rəmzlərindən biri olan tonqal qalandı. Mən bu bayram münasibəti ilə təbrik edirəm. Onlara uzun ömür, can sağlığı, hər birinin ailəsinə ruzu bərəkət arzulayıram. Mübarək olsun bayramınız. Hər kəsə salamlar. Öncəliklə Novruz bayramımızı mübarək edirəm və biz buraya Tbilis şəhərinə gəldik. Burada Kosa rolunu göstərdim mən və hamınızın Novruz bayramınız mübarək olsun. Bayram tədbirində Gürcüstan Azərbaycanlıları, Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Gürcüstan parlamentinin vitse-spikeri Sozar Subari, Gürcüstanın xalq müdafiəçisi Levan İoselyani, Gürcüstanın barışıq və bərabərlik üzrə dövlət nazirinin birinci müavini Liya Gigauri, rəsmi şəxslər və ictimai xadimlər iştirak etdilər.